Müğənni olmaqdan gözəl dünyada nə var ki, mən şəxsən öz adımdan deyirəm, mənim bu sənətim başımı ucaldı. Bu sahənin adı ağırdır. Siz gedin, baxın, görün, başqa sahələrdə də baş verir. Mənə heç kim deyə bilməz, sən belə giyinmə, elə giyinginən. Mən artıq bilirəm nə olar, nə olmaz. Nələrin üstündən keçməliyik biz həyatda. Mən ümumiyyətlə qarşılıqsız sevgiyə inanmıram. Elə bir şey yoxdur. Bilirsiniz, mən musiqilərimdə elə bir şeylər var ki, onu gərək sevəsən, seviləsən, onu həyatı yaşayasan, çox şeyləri bağışlamaq olar. Hətta xəyanəti belə. Ailə ilə karyeranı birləşdirəndə mənim üçün o qədər də çətin olmayıb. Ağıllı qadın hər şeyi bacarır. Çərçivəyə məndən başqa heç kim sala bilməz, heç bir qüvvə. Mənim də səhvlərim olub. Amma o səhvin üstündən getməmişəm də. O baxışla dünyaya baxış olsaydı bu müharibələr baş verməzdi. O tərəzidə, o balansda illərdir özümü saxlamaq nə olub, amma özümə olub da. Onu deyən müğənni ki, mən qoymaram ki, oğlum müğənni ilə ailə qursun. Bəs sizi ilə niyə ailə qurublar? Kişi onsuz da güclü sayılır. Niyə görə o gücü qadında sınamalısan? Get başqa yerdə. Bir sözü deyib bir qadını intihara sürükləmək olar. Və hər bir gəncə, hər bir insana mən gözəl sevgi arzulayıram.